Başladıq xəbərlərimizə. Əlbəttə bu xəbərlər var idi. Çünki Tofiq Yaqubunun ölümünə imza atıb. Çoxlarında sualayaram ki, niyə İlham Əliyev Tofiq Yaqubunun ölümünə fərman verir? Cavabı isə çox sadədir. Çünki İlham Əliyev qorxaqdır. Çünki İlham Əliyev Tofiq Yaqubundan qorxur. Biz İlham Əliyevə diktator yox, qatil İlham Əliyev deməliyik. Aydındır, qatil İlham Əliyev. Çünki Tofiq Yaqubunun ölümünə imza atıb. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, qatil İlham Əliyev. Bəli, İlham Əliyev çox qorxaqdır, doğandır, qatildir İlham Əliyev. İlham Əliyev, baxın dəyərli, nə qədər baş olasan ki, nə qədər qətlə olasan ki, sən hamilə qadına belə hücum eləyəsən, ay Azərbaycanın polisi. Tofiq Yaqubunun qızı Nigar xanıma polislər hamilə ola-ola hücuma keçiblər üstünə. O başsınız siz. Azərbaycan polisi dünyanın ən şərəfli polisidir. Baboş ol, pet ol, ananı, bacını, arvadını, qızını, gəlini trasa qoy. O arvadının, qızının, anasının, ananın başını tut. Kimlər üçünsə, amma Azərbaycan polisi olma. Bax, yenə deyirəm, ananın, bacının, arvadının, qızının başını ərəb üçün başını tut, amma Azərbaycan polisi olub dubinka tutma cinə. Azərbaycan polisi olma cinə. Olsan da haqqın yanında ol. Uğraş olma cinə. Bu arada Pakistan, Hindistan ərazilərinə qırıcılarla zərbələr endirdi. Pakistan da Hindistan ərazisinə anında qırıcılarla zərbələr endirdi. Bir şey niyə mi yerləyir? Bizə dəqiqə. Dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, yayımı bəyənin, paylaşın. Bizə dəqiqə. Bizə dəqiqə. Görün pişik niyə miyildir? Mənim pişiyim elə belə miyildamaz. Başını tumarla da onda. Boş durma. Yaxşı, bu balasının üçüncüsü hanı bunun? Yox da, mən ikisini görürəm. Axtar tap üçüncüsünü. Dəyərli həmvətənlərim, keçək xəbərlərimizə bu arada bu nə idi?